Bu sualı yəqin ki, eşitməyən qalmayıb. Əgər insan meymundan əmələ gəlibsə, bəs niyə hələ də meymunlar var? İlk baxışda məntiqli səslənə bilər, amma biraz dərin düşünəndə görürsən ki, heç də elə deyil. Bu sual biraz da buna bənzəyir. Əgər körpələr valideynlərindən əmələ gəlibsə, onda niyə hələ də valideynlər var? Birinci növbədə onu deməliyik ki, meymun ifadəsi bioloji olaraq heç də bizim istifadə etdiyimiz kimi deyil və biz meymun deyərkən daha çox şimpanzeni və ya qorilanı nəzərdə tuturuq. Əminliklə deyə bilərik ki, nə insan şimpanzedən, nə də şimpanze insandan törəməyib. Amma hər ikisi eyni canlıdan əmələ gəlib. Bəzi insanların bunu dərk etməməsi təkamüllə bağlı yanlış qavramadan irəli gəlir. Təkamül daha çox sanki xətti və mərhələli bir proses kimi izah edilir. Həmçinin sanki canlılar mütləq daha mükəmmələ doğru hərəkət etməliymiş kimi başa düşülür və nəticədə elə bir təsəvvür yaranır ki, sanki bir canlı birdən-birə tamamilə başqa bir canlıya çevrilir. Məsələn, bu məşhur fotoda sanki meymun pilləli şəkildə mükəmmələ, yəni insana doğru irəliləyir. Əslində isə məsələnin kökündə şaxələnmə dayanır. Yəni bu prosesi xətti yox, budaqlı formada düşünmək lazımdır. Yəni necə ki bir babadan siz və əminiz uşaqları və eləcə də atanız və onun əmsi uşaqları şaxələnirsə, bir canlıdan da insan və şimpanzelərə ayrılan iki budaq törüyüb. Eləcə də insanın aid olduğu homo cinsindən bir neçə insan növləri budaqlanıb. Bu prosesi lap geriyə aparsaq, hal-hazırda mövcud istənilən iki növün keçmişdə mövcud olan ortaq atası olub. Ona görə də insan nəinki şimpanze ilə, hətta bitkilərlə belə ortaq kökdən gəlir. Amma təbii ki, bu ortaq əcdad çox qədimlərə dayanır və günümüzə ən yaxın ortaq əcdadı paylaşdığımız canlılar şimpanzelər və bonobolardır. Digər meymunlarla paylaşdığımız ortaq əcdad isə daha da əvvələ gedir. Düşünürəm ki, bu sualı tam şəkildə cavablayır. Bununla belə, bu yanlış qavramadan daha bir sual ortaya çıxa bilər. Bu ortaq əcdad necə olur ki, iki fərqli canlını meydana gətirir? Nəticədə hər hansısa birimizin övladı birdən-birə çevrilib başqa növ olmayacaq. Təbii ki, hər hansısa bir növ birdən-birə əmələ gəlmir. Hər bir canlı övladına DNT-sini ötürərkən, bu ötürmə zamanı mutasiyalar, yəni dəyişikliklər baş verir. Bu dəyişikliklər ilk başda gözə çarpmayacaq qədər kiçik olsa belə, hər bir fərddə fərqli xüsusiyyətləri meydana gətirir və bu xüsusiyyətlər fərqli nəsillər içində ötürülməyə davam edir və bu yeni ötürmələr içərisində də yeni dəyişikliklər meydana gəlir və bu proses beləcə təkrarlanır. Müəyyən müddət sonra nəsillər arasındakı bu dəyişikliklər toplanaraq o qədər böyük fərqlərə səbəb olur ki, artıq yeni bir növ yarandı deyirik. Yeni növ yarandı deyəndə də bəzi insanlara elə gəlir ki, sanki bir canlı tamamilə başqa bir canlıya çevrilir. Məsələn, bir bakteriya və ya balıq növü təkamül edib yeni növlərin əmələ gəlməyinə səbəb olanda, bunu təkamülün sübutu olaraq görməyənlər var. Çünki onlara görə bakteriya və ya balıq mütləq başqa bir canlıya çevrilməlidir. Bundan əlavə yanlış bilinən məqamlardan biri də odur ki, sanki yeni yaranan növ öz əcdadı olan növlə eyni anda mövcud ola bilməz və mütləq əvvəl gələn növ birdən-birə yox olmalıdır. Təbiətin şərtləri dəyişmədiyi müddət, əcdad olan növ yox olmalıdır deyə bir şey yoxdur. Məsələn, Homo sapiensin bu gün Homo heidelbergensis növündən törədiyi ehtimal edilir və Homo sapiensin erkən vaxtlarında Homo heidelbergensis ilə eyni anda yaşadığını bilirik. Yəni ki, bu təkamül prosesinin paralel getdiyini göstərir. Qısaca desək, insanlar meymunlardan yox, meymunlarla ortaq bir əcdaddan yaranıb. Hələlik.